İndi daha qlobal yanaşma, Asan modeli ümumiyyətlə bütün dünyada tanınır, brenddir, sevilir, tətbiq edilir. Bu istiqamətdən Asan İnnovativ İnkişaf Mərkəzi xarici əməkdaşlığı necə qurur? Biz yəni Azərbaycanla məhdudlaşırıq, yoxsa xarici ölkələrə də təlimlər verilir? Burada iki vacib istiqamət var. Birinci istiqamətimiz, biz ümumiyyətlə beynəlxalq təcrübə mübadiləsinə açığıq və bilik transferini dəstəkləyirik. Ona görə davamlı olaraq beynəlxalq partnyorlardan işləyirik, onlarla birgə təlimlər təşkil edirik və yaxud özümüz orada iştirak edirik, əməkdaşlıqlar qurulur. Həmçinin çox doğru qeyd etdiniz ki, Asan Xidmət həm ölkə daxilində uğurlu nümunədir, həm də ölkə xaricində ölkəmizin nüfuzunu artıran milli intellektual brend kimi qürurla təmsil olunur. Həmin Asan Xidmətin ixrac olunduğu ölkələrdə təlimləri Asan İnnovativ İnkişaf Mərkəzi həyata keçirir. Ötən ilin elə dekabr ayında biz həm Özbəkistan nümayəndələri üçün, həm də Pakistan nümayəndələri üçün Asan modeli üzərində yumşaq bacarıqlar təlimlərini təşkil etdik. Onlardan da yaxşı geri dönüşlər almışıq və planlayırıq ki, video məzmunlar həm də ölkə xaricində olan ümumiyyətlə həmkarlarımız üçün nəzərdə tutulacaq.